Azal təyyarəsinin qəzası ilə bağlı Rusiya tərəfinin cinayət işinə xitam verməsinə dair Azərbaycana göndərilən sənədin fotoları yayılıb. Bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat paylaşıb. O bildirib ki, sənəd Rusiya Federasiyasının İstintaq Komitəsindən Azərbaycan Baş Prokurorluğuna ünvanlanıb. Orada iddia olunur ki, Azal təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiyada enə bilməyib və eniş zamanı yerə çırpılıb. Bu əsasla cinayət işinə xitam verilib. Bu uğursuz ifadələr faciəyə görə məsuliyyətdən yayınmaq cəhdidir. Məntiqi bir sual yaranır. Rusiya Federasiyasının İstintaq Komitəsi günahı hava şəraitində görürsə, cinayət işinə hansı əsasla xitam verir? Bu halda ölümlərə görə məsuliyyət daşıyanların məsuliyyətdən yayındırmaq cəhdi aşkar şəkildə ortaya çıxır. Faciəyə görə məsuliyyət daşıyan Rusiya tərəfidir. Azal təyyarəsi Pantsir S-1 hava hücumundan müdafiə kompleksindən buraxılan raketlə vurulub və sənəddə təsvir etməyə çalışıldığı kimi, sonradan hava limanının özündə deyil, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Rusiya İstintaq Komitəsinin sədri Bastrikinin imzaladığı sənədin məzmunu Rusiya Prezidenti Vladimir Putinin 9 oktyabrda düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqeyi ilə birbaşa ziddiyyət təşkil edir. Həmin vaxt Putin Azal mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə əməliyyatları nəticəsində qəzaya uğradığını etiraf etmiş və bu cür vəziyyətlərdə tələb olunan hər şeyi etməyə hazır olduğunu bildirmişdi. İndi belə çıxır ki, Rusiyada yenə it yiyəsini tanımır və ya Bastrikin Prezident Putini tanımır və onu təksib edir. Qeyd edək ki, Xarici İşlər Naziri Ceyhun Bayramov, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin Azal təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana göndərdiyi cinayət işinə xitam verilməsi məlumatını bölüşdüyü məktubun Azərbaycanda ciddi təəccüb doğurduğunu bildirmişdi. Bütün bu proses bir daha sübut edir ki, Rusiya post-sovet məkanında hələ də köhnə imperiya refleksləri ilə hərəkət edir. Moskva üçün tərəfdaşlıq anlayışı bərabərlik üzərində deyil, tabeçilik üzərində qurulub. Hadisə baş verən kimi obyektiv beynəlxalq araşdırmaya açıq olmaq əvəzinə Rusiya məsuliyyəti daxili qurumların kağız oyunları ilə örtbasdır etməyə çalışır. Bu isə faktiki olaraq qurbanların xatirəsinə hörmətsizlikdir. Unudulmamalıdır ki, söhbət mülki aviasiyadan gedir. Beynəlxalq konvensiyalar mülki təyyarələrin təhlükəsizliyini xüsusi şəkildə qoruyur və hərbi əməliyyatlar zamanı bu təhlükəsizliyin təmin olunması birbaşa dövlətlərin öhdəliyidir. Rusiya isə bu öhdəliyi pozduğunu dolayısıyla etiraf etsə də, hüquqi məsuliyyətdən yayınmaq üçün tam əks sənədlər dövriyyəyə buraxır. Bu artıq təkcə ikili standart yox, açıq saxtalaşdırmadır. Ən təhlükəli məqam isə president məsələsidir. Əgər Rusiya bu hadisədə məsuliyyətdən yayınmağa nail olarsa, sabah istənilən mülki təyyarə üçün eyni senari tətbiq oluna bilər. Əvvəl vur, sonra hava şəraiti de, ardınca da cinayət işini bağla. Bu yanaşma beynəlxalq aviasiya təhlükəsizliyini fundamental şəkildə sual altına qoyur. Məhz buna görə də Azərbaycan bu məsələdə tək qalmamalıdır. Burada söhbət yalnız milli maraqlardan yox, beynəlxalq hüququn qorunmasından gedir. Rusiya tərəfi anlamalıdır ki, informasiya manipulyasiyası və daxili ziddiyyətli sənədlərlə həqiqəti dəyişməyi mümkün deyil. Faktlar var, etiraflar var və nəticə etibarilə məsuliyyət də var. Bu məsuliyyətdən qaçmaq isə Rusiyanın onsuz da sarsılmış beynəlxalq imicinə daha bir ciddi zərbə vurur. Kreml bir daha sübut edir ki, problem yarananda günahı qəbul etmək yox, günahı gizlətmək onun əsas strategiyasıdır. Amma tarix göstərir, gizlədilən həqiqətlər gec-tez daha ağır şəkildə üzə çıxır.